Salam əziz balalar. Bugün biz sizinlə yenə də canlılar və fosillər mövzusu üzrə bir neçə tapşırığın həllinə baxacağıq. İlk tapşırığın şərtini oxuyaq. Verilmiş həyati proseslərin əhəmiyyətini yaz. Bu həyati proseslərdən tənəffüs və çoxalmadan danışacağıq. Ötən dərsimizdə biz bu proseslərin əhəmiyyəti haqqında kifayət qədər məlumat əldə etmişdik. İndi gəlin həmin məlumatlara istinad edərək tapşırığı yerinə yetirək. Tənəffüsün əhəmiyyəti nədir? Enerji əldə etmək üçün vacibdir. Hərəkət, ovlama, qaçmaq, qan dövranı kimi bütün fəaliyyətləri üçün enerji mənbəyidir. Tənəffüs olmasa, hüceyrələr enerji ala bilməz və canlı da yaşaya bilməz. Bəs çoxalma haqqında nə deyə bilərsiniz? Çoxalma nəslin davam etməsi deməkdir. Nəslin davam etməsi isə mütləqdir. Əgər canlı çoxalmasa, o zaman həmin canlının növü tədricən yox olacaq. Çoxalma sayəsində genetik məlumatlar da növbəti nəsillərə ötürülür. Bəzi heyvanlar yumurta qoymaqla, bəziləri isə canlı bala dünyaya gətirməklə çoxalırlar. Növbəti tapşırığımıza baxaq. Uyğunlaşdırın. Bu dəfə isə biz gördüyünüz bu 4 həyati prosesə aid olan fikirləri müəyyən edib uyğunlaşdırma aparacağıq. Gəlin əvvəlcə fikirləri oxuyaq. Balıqlar qəlsəmələri vasitəsilə suda olan oksigeni alırlar. Sizcə bu hansı prosesdir? Əlbəttə ki, bu tənəffüs prosesidir. Qidalanan uşaq zamanla boy atır və çəkisi artır. Bəs bu nədən xəbər verir? Əlbəttə ki, biz burada uşağın böyüməsini görürük. İnək bala doğaraq nəslini davam etdirir. Bu çoxalmadır. İnsan dərisi vasitəsilə tərləyərək artıq duz və suyu bədəndən xaric edir. Əgər xatırlayırsınızsa, biz bu haqda həyati proseslərə dair ifraz bölməsində tanış olmuşduq. Deməli, bu ifrazatdır. Quşlar yumurta qoyaraq balalarını çıxarır. Bu isə çoxalmadır. Çox qaçan insanın nəfəs alması sürətlənir. Elə nəfəs alması kəlməsindən bilinir ki, bu tənəffüsə aiddir. Qidalanmadan sonra artıq maddələr böyrəklər vasitəsilə sidik şəklində xaric olunur. Bu da ifrazat prosesinə uyğundur. Bitki günəş işığında tənəffüs edir və oksigen ifraz edir. Bəs bu hansı prosesdir? Bu da tənəffüs prosesidir. Yaxşı qidalanan bala, heyvanlar sağlam şəkildə inkişaf edirlər. Yəni onlar böyüyürlər. Növbəti tapşırığımıza baxaq. Sualları cavablayaraq cədvəli tamamla. Cədvələ fikir versəniz, burada fosil şəkilləri var. Şəkillərə diqqətlə baxaq və onların hansı canlıya oxşadığını müəyyən edək. Daha sonra isə bu canlıların hansı mühitdə yaşamasını müəyyənləşdirək. İlk şəkilə baxanda təbii ki, burada söhbət balıqdan getdiyini müəyyən etmək olar. Təbii ki, balıq da harada yaşayır? Suda yaşayır. Növbəti fosildə isə biz kərtənkələni görürük. Kərtənkələ isə quruda yaşayır. Digər fosildə isə biz bitki təsvirini görürük. Bitkilər isə quruda yaşayır. Bax belə uşaqlar, bugünkü dərsimizdə burada sona çatdı. Növbəti dərsdə görüşmək ümidi ilə. Hələlik.